Evet dostlar, Kemale Hanım Mehdiye bizi siz onu tanıyorsunuz Milli Müqavimət Hərəkatından. Kemale Hanım buyurun. Şahidin Bey, akşamınız xeyir olsun. Millətimizi salamlayıram. Bu günlərim 31 dekabr bütün dünya Azərbaycanlılarının həmrəylik günüdür. Bugün münasibətilə xalqımı bütün dünyanın hər bir yerinə səfərlənmiş Azərbaycanlılarımızı təbrik edirəm. Allah Taala bizim birliyimizi, həmrəyliyimizi əlimizdən verməsin. Bilirsiniz, bəzi insanlar deyir ki, biz birlik ola bilmirik, həmrəy ola bilmirik. Vallahi bu belə deyil. Bizim millət o qədər gözəl millətdir ki, 30 ildir cəllatlar bizim başımızı kəsir. Amma biz yenə ayaq üstə dururuq. Yenə mərd, mübariz gənclərimiz yetişir, azadlıqları uğrunda mübarizə aparırlar, yenə dirçəlirik, yenə başqa millətlər olsa bu qədər güc tapıb azadlıq uğrunda mübarizə apara bilməzlər. Bugün sizlərin, bizlərin səsi gəlirsə, demək bu millət var. Bu millət hələ mübarizə apara bilir. Hələ də biz həmrəy ola bilirik. Allah millətimizin birliyini əlindən verməsin. Millətimizi var olsun. İnşallah gələn ildə üzümüzə xoş gələr. Millətimiz üçün xeyirli, uğurlu bir il olar. Millətimizin yeni ilini də təbrik edirəm. Şahidin Bey, nəyi demək istəyirəm? Ölkənin başında oturan quldurlardır. Quldurlara da nə lazımdır? Özləri kimi quldur lazımdır. Bunların bir məqsədi var da bəy, ancaq yerli Azərbaycan xalqını məhv eləmək. Dünən Azərbaycan Saatı verilişində Qənimət Zahid deyir ki, baxın, görün Azərbaycanda nə baş verir mənim dəyərli xalqım. Demək, İlham Əliyevin gəlini, Heydarın həyat yoldaşı, Alyonadır, nədir bilmirəm, gedib bizim akademiyada dilçi alimlərimizlə görüşüb. Azərbaycan dilinlə məşğul olan alimlərlə görüşüb, alimlərlə, professorlarla. Onlara öğüt nəsihət verirmiş, onlara yol göstərirmiş. Azərbaycan dilini inkişaf elətdirmək lazımdır. Başqa ölkələrdə də bunun inkişafından ötürü, nə bilim, məktəblər açılmalıdır, nələr olmalıdır. Halbuki bu Alyonanın özü, Alyonadır, Alinadır, bilmirəm, özü heç Azərbaycan dilində danışa bilmir. Bu ailədə ümumiyyətlə sərbəst, düzgün Azərbaycan dilini danışan varmı? Yoxdur. Aydın. Görün bizim alimləri bəy kimin qabağına çıxardırlar? Kimdir İlham Əliyevin gəlini? Kimdir axı bu? Bizim alimlərimizi sındırırlar. Bu sındırmaq deməkdir, məhv eləmək deməkdir. Mənliyimizi ayaqlar altına atmaq deməkdir. Dünəndən o qədər əsəbiyəm ki, bunu eşidəndən Allah and olsun. Bəy, bağışlayın, bir daha təbrik edirəm. Sağ olun Kemal Sizdən bir ürək sözümü sizin proqramda deyəm. Sağ olun, var olun Şahidin Bey. Sizi də təbrik edirəm. Uzun ömür, can sağlığı. Sağ olun, hamınızı sağ olun. Sağ olun. Yeah!